Salam dostlar, bugün Rəsul Rızanın Qızılgül olmayaydı poemasının izahını verəcəm. Əsasən də birinci hissənin əsərin misralarının cümlə-cümlə izah edib və forma xüsusiyyətlərinə də toxunacağam. Başlayaq əsərdən. Gecə qapım döyüldü. Görəsən kimdir gələn? Bu, demək, Rəsul Rızanın dilindən deyilən bir əsərdir. Yəni, burada təhkiyyəçi Rəsul Rıza özüdür, müəllif özüdür. Gecə qapım döyüldü, görəsən kimdir gələn? Kimsən? Mən. Burada mən Dilbər xanımın nitqidir. Açdım qapını. Baxdım. Yox, tanımadım. Vahimədən qorxan körpələr kimi çəkildim addım. Yəni, Rəsul Rızanın gecə qapısı döyülür. O fikirləşir ki, görəsən gələn kimdir? Yəni, bu bədii sual deyil. Qrammatik sualdır. Yəni, o gələnin kimliyini bilmir. Və soruşur, kimsən? Cavab gəlir, mən. Yəni, Dilbər xanımın nitqinə əsərdə yer verilib. Açdım qapını, baxdım. Yox, tanımadım. Yəni, Rəsul Rıza əvvəlcə Dilbər xanımı tanımır. Və təsvir edir ki, vahimədən qorxan körpələr kimi addım çəkildim. Təşbih var burada. Yəni, özünü o vahimədən qorxan körpələrə təsvir edir ki, yəni özünü vahimədən qorxan o körpələr kimi addım geri çəkildim. Bəlkə işıq azdı. İllərin o tayından gələn yorğun yolçunu belə adi işıqla tanımaq da olmazdı. Yəni, bəlkə onu tanımamağımın səbəbi işığın azlığıdır və Dilbər xanımı nə adlandırır? Yorğun yolçu. Yəni, illərin deyir o tayından gələn o yorğun yolçunu belə adi işıqda tanımaq da olmazdı. Başını qaldıranda gözlərim bircə anlıq gözlərinə sataşdı. Elə bil kimsə birdən köhnə tanış kitabın səhifəsini açdı. Yenə qapandı kitab. İndi qoçaqsan buyur, min bir varaq içindən o bir səhifəni tap. Nə gözəl təsvirlər var bu əsərdə. Yəni, deyir, o Dilbər xanım başını qaldıranda, deyir, birdən gözlərim onun gözlərinə sataşdı. Sanki, deyir, o xatırlamağa çalışdım da. Yəni, sanki bir qığılcım gəldi yaddaşıma. Yəni, sanki o köhnə, tanış kitabın o səhifəsi açıldı. Amma, deyir, sonra yenə bağlandı. Yəni, tam olaraq xatırlaya da bilmədim o mənada. Yəni, deyir, o min varaq içərisindən o bir səhifəni tapmaq, yəni necə bir çətin bir şeydir. Böyük ciddi kitabda bir səhifəni açırsan və birdən kitab bağlanır, o səhifəni yenidən tapmaq çətindir. Yəni, deyir, indi qoçaqsansa buyur, deyir, o min bir varaq içindən həmin o səhifəni tap ki, xatırla. Salam buyurun. Dilbər xanımın yenə nitqi verilir, baxın, salam. Deyir, salam buyurun. İndi Dilbər xanımın əsərdə təsviri var. Bax, bu hissədən təsviri yeri alır. Deyir, əynində nimdaş palto, başında bir nimdaş şal. Nə ipəkdir, nə də yun. Yəni, əynində bir nimdaş palto var, başında bir nimdaş şal var. Bu şal da nə ipəkdir, nə yun. Yəni, şal o qədər köhnəlib ki, yəni, bilmək olmur ki, ipəkdirmi, yundumu. Saçları ağ. İllərlə bağlı sandıqda qalıb, şəfəqini itirmiş adicə gümüş kimi. Demək, saçlarını, Dilbər xanımın saçlarını illərlə sandıqda qalıb şəfəqini itirmiş. Yəni, o illərlə sandıqda qalır və belə adiləşir, öz şəfəqini itirir. Bax, həmin gümüşə bənzədir. Saçları adi bir gümüşə bənzədir və saçları ağdır. Gözləri nəyə bənzədir? Gözlərini bir cüt qara ulduza bənzədir. Ki, bu ulduz deyir, quyuya düşmüş kimi. Yəni, onun gözləri o illərin yorğunluğu gözlərdə əks olunur da. Gözlər o cüt qara ulduz kimi quyuya düşüb. Təşbih var. Bu hissədə də, bu hissədə də. İzin verin mən asım. Yəni, istəyir ki, paltosunu götürüb asa, Rəsul Rıza. Yox, özüm asaram. Dilbər xanımın nitqidir. Özü asdı paltonu. Yəni, Dilbər xanım ona icazə vermir. Onun paltosunu asma deyir. Yox, özüm asaram. Sonra da aram otağa göz gəzdirir. Dilbər xanım keçir içəri və aram otağa göz gəzdirir. Birdən üzümə baxdı. Dodaqları titrədi. Elə bil oyuncağı qırılmış, uşaq kimi hıçqırıb için indi ağlayacaqdı.
Yəni keçir otağa, aram-aram bir otağa göz gəzdirir və birdən çönür Rəsul-Ruzaya baxır və dodaqları titrəyir. Rəsul-Ruza təsvir edir ki, yəni onun halı elə idi ki, elə bir oyuncağı qırılmış uşaq necə kövrək olur. Ona toxunsan o hıçqırıb için-için ağlayacaq. Bax o cür. Burada da təşbih var. Yəni Dilbər xanımın o halını, əhvalını otağa keçəndən sonra, Rəsul-Ruzaya çönüb baxandan sonra o dodaqlarının titrəməsi, o qəmginliyini bax bu cür təsvir edir, təşbih işlədərək. Ki onu deyir, oyuncağı qırılmış bir uşaq kimi deyir ağlamaq istəyirdi. Ancaq biraz keçir, toxtuyur. Xəfif kövrək təbəssüm qondu dodaqlarına. Biraz keçir toxtadı və xəfif, kövrək bir təbəssüm, kövrək təbəssüm epitetdir. Qondu dodaqlarına, təbəssümün dodaqlara qonması metafordur. Bu zaman xatiratın dolaşıq yollarından bir fanar yandı, söndü. Bir anlığa nə isə bu aydınlıq içindən mənə əziz göründü. Yəni həmin xatirat başladı canlanmağa və mənə əziz görünməyə başladı. Xatirələr illərin ardından aşdı gəldi. Artıq xatırlayır, deyir, xatirələr illərin ardından aşıb gəlir. Xatirələr gəzib dolaşıb gəlir. Qara saçlar, yəni xatırlayır. Dilbər xanımın o əvvəli xatırlayır da, keçmişini xatırlayır. Deyir, qara saçlar, həzin, axı indi saçları ağdır. Deyir, o zaman qara saçlar, həzin, qəmli baxışlar, amma oradakı baxışlar da, yəni o keçmişdəki Dilbər xanımın baxışları yenə həzindir, yenə qəmlidir. Bir də o saçların kölgəsində titrəyən, səni oxşayan, sənə sevgi dastanı deyən əllər. Onun əlləri. Bir uşaq kimi kövrək, o bədbəxtin əlləri. O bədbəxtin əlləri deyəndə burada Mikail Müşfiqi nəzərdə tutur. Yəni Dilbər xanımı oxşayan, Dilbər xanıma sevgi göstərən Mikail Müşfiqin əlləri. Tanıdınızmı dedim? Dedin. Yəni Dilbər xanım soruşur ki, tanıdınızmı? Tanıdım. Rəsul-Ruza artıq tanıyır onu. Deyir, tanıdım. Bu sən idin. Onun Dilbəri. Yəni Mikail Müşfiqin Dilbəri. Baxdım sənə. Bilmirəm, bir saat ya da bir an. Həyəcanla, heyran. Səsimizi eşitdi, tez gəldi şairədən. Bu hissəyə baxaq. Yəni deyir, o qədər Rəsul-Ruza həyəcanlanır ki, deyir, sənə baxdım, ancaq deyir, o həyəcanından bilmir ki, deyir, bir saat baxıb ya bir an baxıb. Yəni o qədər həyəcanlanıb, o qədər onu görəndə o köhnə xatirət canlanıb, o həyəcan keçirib. Və deyir, səsimizi eşitdi, demək tez gəldi şairədə. Burada şairə, yəni Rəsul-Ruzanın həyat yoldaşı Nigar Rəfibəyli nəzərdə tutulur. Nigar Rəfibəyli digər otaqdadır. Onların səsini eşidir, gəlir həmin otağa. Nigar Rəfibəyli ilə Dilbər xanımın görüş səhnəsini Rəsul-Ruza təsvir edir. Görəndə səni birdən yerində dondu qaldı. Əvvəlcə Nigar Rəfibəyli Dilbər xanımı görəndə yerində donub qalır. Sonra da qollarını sınıq bir budaq kimi sənin boynuna saldı. Baxın, qolları sınıq bir budağa bənzədir. Təşbih var. Üzünü tutdu yana. Bütün vücuda əsdi. Sən də qoşuldun ona. Elə bil göz yaşları sözün yolunu kəsdi. Töküldü damla-damla. Dərd nələr etmir adamla. Handan-hana elə bir nitqi özünə gəldi. Yəni Nigar Rəfibəyli gəlir otağa, onların səsini eşidib gəlir və Dilbər xanımı görəndə yerində donub qalır. Sonra isə o qollarını deyir sınıq bir budaq kimi onun boynuna saldı və ikisi də başlayır ağlamağa. Yəni deyir o göz yaşları sözün yolunu kəsir. Yəni danışmadan ağladılar. Bir-birini qucaqlayıb ağladılar. Və deyir göz yaşı damla-damla töküldü. Dərddən. Deyir dərd nələr etmir adamla. Handan-hana artıq nitqi özünə gəldi. Xeyli baxdı gözünə. Xoş gördük Dilbər dedi. Burada Nigar Rəfibəyli nitqidir. Xoş gördük Dilbər ifadəsi. Yəni belə deyək də Nigar Rəfibəylinin də əsərdə nitqinə yer verilib. Unutmayaq bunu da. Axı o da, yəni Nigar Rəfibəyli də o sərt boranda, qarda, yollarına əbədi hicran kölgəsi düşmüş o kədərli, qorxulu, ümidli uzaqlarda bizimlə həm sevincdir, həm kədər, həm söhbətdir. Yəni deyir, o da o sərt boranlı, qışlı, o kədərli günlərdə, qorxulu günlərdə o da bizimlə həm sevinc idi, həm kədər idi, həm dərd idi. Gəl əzizim dedi, gəl. Ömrün vəfası budur, gəl, otur. Bu da Nigar Rəfibəylinin nitqidir ki, Dilbər xanıma deyir, gəl, otur, bəs ömrün vəfası budur. Və deyir, çöktü aralığa dərin bir sükut.
Baxın, Rəsul Rza indi sükutu necə təsvir edir? Buna diqqət yetirin. Görün nə gözəl təsvir var burada. Sükutu təsvir edir. Deyir, nəhayətsiz, zamansız bir sükut. Aciz bir düşmən kimi mərhəmətsiz, amansız bir sükut. Yəni deyir, bu sükut sanki nəhayətsizdir, sanki deyir bitməyəcək, sanki zamansızdır. Və onu aciz bir düşmənə bənzədir. Təşbih var. Aciz bir düşmən kimi, o aciz düşmən necə mərhəmətsiz olur, necə amansız olur. Elədir, yəni bu sükut da elədir. Ah, bu sükutun dili yansın. Yandırır bir köz kimi. Sükutun o köz kimi yandırır deyir. Təşbih var. Yandırır. Bir nadan ağzından çıxan söz kimi. Demək, közə bənzədir. Nadan ağzından çıxan sözə bənzədir sükutu. Bu hissəyə diqqət yetirin. Əlimi oda tutub mən saxlaya bilərəm bir neçə an. Çəkmərəm əlimi qızmar alovdan. Dişlərimi qıcıyaram, nə qədər göynəsə yaram. Nə qədər bərk ağrısa, yenə 1-2 saniyə qısıb nəfəsimi, çıxarmaram səsimi. Lakin belə sükutla nə tabım var, nə tavanım, nə qərarım. Elə bil ki, dil-dil ötür hər hüceyrəmdə göz-göz açılmış yaralarım. Bir sözdür. Bu hissəyə qədər baxaq. Demək, sükutu necə təsvir etdi? Deyir, sükut, yəni deyir, araya bir nəhayətsiz, zamansız bir sükut gəldi. Bu sükut deyir, bir köz kimi yandırır, bir nadan ağzından çıxan söz kimi yandırır. Yəni sükutu közə, nadan ağzından çıxan sözə bənzədir. Və deyir ki, deyir, əlimi bir qızmar alovun üzərinə tutaram. Əlim deyir yanar və nə qədər ağrısa da, nə qədər bərk ağrısa da, mən deyir dişlərimi qıcıyaram. Nə qədər yaram göynəsə də, mən deyir səsimi qısaram. Nəfəsimi qısaram və səsimi çıxarmaram. Yəni o alovda əlimin yanmağına, o yaramın nə qədər ağrımağına baxmayaraq səsimi çıxarmamağıma mən deyir dözərəm. Amma deyir bu sükuta dözə bilmirəm. Bu sükuta deyir tabım, tavanım, qərarım yoxdur. Və deyir sanki bütün hüceyrəmdə göz-göz açılmış o yaralarım dil-dil ötür. Yaraların dil-dil ötməyi metafor var. Bir sözdür. Heç olmasa məni məzəmmət elə. Dilbər xanımdan istəyir ki, deyir mənə bir söz denən, heç olmasa məni məzəmmət elə, danla, qurtar deyir məni bu nigarançılıqdan, mərhəmət elə. Gözlərində nifrət görüm, sözlərində hiddət görüm, dayanma belə məlul, ümidsiz yollara göz dikən kimi. Qəzəbini yığ, yumrula, bük ən acı, ən amansız sözləri deyir, ən amansız sözlərə at üstümə bir daş kimi, sanc bağrıma bir tikan kimi. Bir şillə kimi vur, at üstümə qom-qom dəstə-dəstə, ancaq bu sükutu kəs. Bax, deyir ki, mənim bu sükuta deyir, tabım, tavanım, qərarım yoxdur və Dilbər xanımdan istəyir ki, ona bir söz desin. Onu danlasın, onu məzəmmət eləsin, onu sözlərində deyir hiddət görüm, gözlərində nifrət görüm. Yəni deyir məni nə qədər istəyirsən məzəmmət elə də. Və deyir o bütün qəzəbini deyir yığ, yumrula, ən acı sözlərlə, ən amansız sözlərlə deyir birləşdir və mənim üstümə deyir bir daş kimi at və mənim bağrıma bir tikan kimi sanc, bir şillə kimi vur mənə. Bax, qəzəbi daşa bənzədir, tikana bənzədir, şilləyə bənzədir. Deyir bütün bunları etirazıyam. Amma deyir bir söz denəndə bu sükutu deyir kəs. Bircə sən din. Yəni burada Rəsul Rza Dilbər xanımdan onu məzəmmət eləməsini istəyir. Təki deyir bu sükutu sən kəsəsən. Təki danışıb məni bu nigarançılıqdan deyir qurtarasan. Mənə deyir mərhəmət elə, ondan mərhəmət istəyir. Bu məqamlara çox diqqət yetirin. Misra, yəni yadda saxlamağa çalışın. Bircə din deyir. Yoxsa nadir hədiyyəm bu yanıqlı sükutdur. Yəni bəlkə deyir sənin mənə olan o illərdən gəlir, yəni illərlə görüşmürlər də və deyir o köhnə o xatirəti canlandırıb mənə deyir gətirdiyin bəlkə elə bu sükutdur. Yəni onu deyir əslində məni bəlkə məndən yəni qisas almağa çalışırsan, bəlkə məni belə incitməyə çalışırsan. Budur qəmli yollardan keçirib gətirdiyin, yəni o keçmişdən, o qəmli yollardan mənə keçirib gəldiyin deyir budur, bu sükutdur. Susursan. Onda mənə qulaq as, qınama gəl, söhbətim dağınıq olsa biraz. Deyir, əgər sən susursansa, sən danışmırsansa, onda gəl sən mənə qulaq as.
Yəni artıq ikinci hissədə Rəsul Rzanın Mikayıl Müşfiqlə olan xatirələri öz əksini tapacaq. Onun təsviri, Mikayıl Müşfiq necə təsvir edilir, onların olduqları otaq necə təsvir olunur. Bütün bu təsvirlər, yəni onlar köhnə xatiratı belə deyək də ikinci hissədə canlandıracaq. Və deyir, mənim söhbətim biraz dağınıq olsa, məni qınama. Və buradan ikinci hissəyə başlayırıq.